Peyğəmbərin hələ indiyəcən oxumadığım bir hədisini oxuyuram. Çox gözəl bir hədisdir. Deyir ki, elə bir keçən gün yoxdur ki, o gündə dörd şeyə gülməsin. Hər bir gün ki keçir, dörd dənə şey var ki, dörd dənə şeyə baxıb qıraqdan gülür. Ya Rasulallah, nə diyorlar? Dedi, birincisi ölümdür, arzuya gülür. İstəyə gülür. O qədər insanlar var. Sabahda ailə qurmaq, toy filan arzulayırdı, istəyirdi. Səhər açılır, ölüm xəbəri gəlir. O qədər belə hallar olub. Bu şadlanır, sabah belə eləyəcəm, biri gün belə eləyəcəm, filan gün belə eləyəcəm, bu cür olacaq, bu cür olacaq. İndi hay düşdü ki, filan kəsi tabutda aparırlar. Bu başqa yerdə olmalıydı, başqa minikdə olmalıydı. Bu belə danışırdı, belə deyirdi, belə gülürdü, belə şadlanırdı. Sən demə, təsəvvür eləyin, elə bir ki, bir peyğəmbər imamsan, elmi qeybdən xəbərin var da, biri oturub yanında, sən də bilirsən ki, bunun sabah əcəlinin vaxtıdır. Bu saat 12 tamamda getməlidir. Bunu dəqiq bilirsən də elmi qeyblə. Bu başlayıb, bir il bundan sonranın planın cızır, belə, saat yarımda danışır, arzular bitmir, qutarmır. Sən baxırsan ona, bilirsən axı bu sabah saat 12-də gedəcək. Adamı gülmək tutar, gülmək tutmaz. Bizi gülmək tutmur, çünki biz elmi qeybdən xəbərsizik yaxı. Bizi sonra gülmək tutur. Amma həmin vaxtda Peyğəmbər buyurur, ölümdür ki, arzuya gülür, istəyə gülür. Belə olacaq, belə eləyəcəm. O bir nəfər danışırdı, deyirdi, ayaqqabı aldım, təzə. Deyir, getdim ayaqqabını tikdirməyə. Təzə ayaqqabı idi ki, altı açılmasın. O ayaqqabını tikənə, təmir eləyənə dedim ki, buna elə bir tikiş vurucunan ki, 6 ay geçsin. Deyir, 6 saat çəkmədi, həmin ağanın ölüm xəbəri gəldi. Onu görənlər, danışanlar deyirdi ki, neçə saat bundan qabaq aldığı təzə ayaqqabını ustaya aparıb, ustanın danışığından danışırdı. Sən demə bunun ömrünə 6-7 saat qalıb, bu 6 aydan xəbər verir. İndi hədis demək istəyir ki, ya arzu eləmə. İndi mənim danışığımdan çoxu elə başa düşər ki, day arzunu, istəyi, zadı yığışdır qoy qırağa. Yo, bu çıxmasın.